Mənim 4 yaşım var. Şey olacağım mən böyüyəndə. Mənim 6 yaşım var. Mən kosmonavt olmaq istəyirəm. Balerina olmaq istəyirəm. Anam dedi, həkim denən, həkim ol. Mən olmaq istəmirəm həkim. Mən göydən baxmaq istəyirəm. Ora ay var orada, aya, günəşə uçmaq istəyirəm. Mənim 11 yaşım var. Mən böyüyəndə həkim olacağam. Çünki həkimlər bizim uşaqlarımızı müalicə eləyirlər. Mənim anam da müəllimədir, ola bilsin müəllimə də ola bilir. Mən xoşbəxtəm ki, mən tibb universitetində oxuyuram və həkim olacağam. Sevincimin, xoşbəxtliyimin həddi-hüdudu yoxdur. Mənim 28 yaşım var və mən həkiməm. Mənim öz klinikam var və mən bununla çox xoşbəxtəm. Evlənmək mənim hələ gələcəyim qarşıdadır, nə evlənmək. Mənim 40 yaşım var və mən hal-hazırda evdə uşaqlarımla, ailəmlə çox xoşbəxtəm. Onlarla birgə çox gözəl günlər keçirirəm. Mənim 65 yaşım var. Mənim arzum yoxdur. Mən nəvələrimdir, uşaqlarımdır məni həyata bağlayan. Nə olmuşam mən? Mən həkim olmuşam, amma mən həkim olmaq istəmədim ki. Onu mənim valideynlərim istədi, cəmiyyətimiz istədi. Mən onların fəxri oldum. Mən onlar üçün yaşadım. Onlar üçün xoşbəxt də göründüm. Onlar üçün karyeramı da qurdum. Onlar həmişə məndən fəxr elədilər. Bilmirəm. Amma mən nə vaxt xoşbəxt oldum? Özüm üçün nə vaxt yaşadım görəsən? Bunu düşünürəm. Çalışın uşaqlarınızdan, onların arzulardır. Uçmaq istəyirlər, qoy uçsunlar. Oynamaq istəyirlərsə, qoy oynasınlar. Amma 65 yaşa çatanda xoşbəxt olduğu günləri xatırlasınlar.